Hörmətli izləyicilərimiz, ekranlarda gördüyünüz bu əzəmətli villanın üstündə o qədər planlar var idi ki, amma o planların üstündən bugünkü gün xətt çəkilib, ev sahibi evi satmaq qərarına gəlib, dəyərli izləyicilərimiz. Niyə belə bir təqdimat edirəm? Bu evin üstündə işləmək, məsəl üçün ustalarla işləmək olsun, bu işin əziyyəti olsun, başqa indi görünməyən məsələlər var. Bu hamısı stresdir, puldan əlavə stresdir. Budur. Qardaş, bura konkret olaraq pul, əziyyət, stres sərf edib, dediyim vaxtdakı bir qırağa. Dəyərli izləyicilərimiz, bura hazırdır. 14 sot torpaq sahəsində bu gördüyünüz əzəmətli villa satılır. Bu Dubayski evlərə oxşuyur, nə bilim, otelə oxşuyur falan, belə çox maraqlı bir evdir. İndi sizin biraz vaxtınızı alır. Qiymət 350 mindir. Qiymət 350 mindir. Marağa kimsə izləmək istəyər, izləyər. Darvaza oradan olmalıdır falan. Həyətdə olan ağaclar bir başqadır. Ora bir başqa əziyyət çəkilib, hörmətli izləyicilərimiz. Deməli, burada girdik. İndi hamısını belə konkret göstərməyəcəm. Məsələ budur ki, yəni bunun üstü onsuz da monolit idi. Onsuz da riger atmışdın. Pəncərələrin üstündən, məsəl üçün, yenə kəmər atmaq, kolonlar vermək falan, bu zəlzələyə davamlıdır. Bu ev tornadoya davamlıdır. Bu ev qasırğaya davamlıdır, hörmətli izləyicilərimiz. Deməli, tək xoşbəxtçilik olsun. Tək xoşbəxtçilik olsun, sözüm onda yox. Tək ki, yəni, ev balaca da olsa olur, xoşbəxtçilik olsun. İndi bu evlə bağlı kimsə alar, təmir eləyər, yaşayar. Bundan sonra yəqin ki, 100 mindən çox bura pul gedəcək. Təmir eləyər, yaşayar və yaxud da kimsə biznes məqsədi ilə. Burada hər şey var, yəni məsəl üçün burada nə bilim saunası falan, hovuzudur, orada otaqlar düşünülüb. Belə bir evdir, hörmətli izləyicilərimiz. Kimsə alıb klinik eləyə bilər, bağça eləyə bilər, apartman kimi nə bilim mənzillərə bölüb sata bilər, nə eləyə bilər, otel eləyə bilər. Düzdür, bugünkü gün Masazır qəsəbəsi otel üçün belə çox da yararlı yer deyil. İndi bu işlə məşğul olanlar daha yaxşı ideya irəli sürərlər. Mən maklerəm, yəni mən bu evi çəkib göstərirəm və bir növ sizə satmaq istəyirəm. Düzdür, bu evi marağa çəkirəm. Xeyr Allahdan, Allahın köməyinə müştərisi olar. Olmaz da ki, ev mənə ləzzət elədi. Yəni, bu əziyyət, bu tikiliş həqiqətən ləzzət elədi. Ev sahibinə deyirik ki, sən beton zavodda işləyirsən, qardaş. Bu qədər betonu hardan gətirmirsən bu ölçüyə? Bax, belə hörmətli izləyicilər. Monolitin qalınlığı dəhşət bir şeydir. Təngi nəfəs oldum. Armaturlar falan. Bax, belə. Üstü də mansardır. Nə bilim, orada bir-iki dənə otaq var. Burada nə bilim, bir dənə otaq var. Orada bir dənə. Otaqların sana yəni elə bilmirəm. Qocalmışam konkret. Burada da nəsə var. Üstün izoliyasiya. Burada nəsə əndrabadı pəncərələr. Hörmətli izləyici, 350 mindir bu ev. Kupçalıdır. Bu da eyvan hissəsi. Nə bilim, deyir, bunun üstünü şüşə eləyəcəkdim. Aşağısı da istirahət köşəsi. Buradan düşsəm, elə istirahət köşəsini edəcəm bir dəfəlik. Sağ olun, salamat qalın.